Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəşi olsun, əziz dostlar, əziz izləyicilər. Bildiyiniz kimi 26 dekabr 2025-ci ildə üzümüzə gələn 2026-cı il artıq demək olar ki, 3-cü gününə qədəm qoymuşuq və bizim hörmətli jurnalistimiz və Azərbaycan Demokratiya Rifah Partiyasının üzvü Rüfət Muradlının yayımladığı bir YouTube kanalında Azərbaycan Xəzər Universitetinin, müstəqil universitetimiz Xəzər Universitetində baş tutan 5-ci Türkçülük konfransı ilə bağlı çox sayda mən müsbət bir müzakirənin və qarşılıqlı bir hörmətə söykənən tarixçilərin və pedaqoqların və o cümlədən Türk dünyasında tanınan və 1992-93-cü illərdə Azərbaycanda gerçəkləşdirilən prezident seçkilərində, demokratik prezident seçkilərində qalib gəlmiş Əbülfəz Elçi bəy komandasında çox sayda tanıdığımız, hörmət etdiyimiz, ziyalı hesab etdiyimiz insanların təşəbbüsü ilə keçirilən seminarda təbii ki, mən bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun müəllimi Yasəmən Qaraqoyununun və o cümlədən bizim hörmətli Əli Şamilin fikirlərinə mən aydınlıq gətirim. Əli Şamil bilirsiniz ki, folklorşünas və alimdir, publisistdir və Milli Elmlər Akademiyasının Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəridir. Nəsib Nəsibli bilirsiniz ki, Türk Milliyyətçi Düşüncə Mərkəzinin nümayəndəsi və xüsusilə Milliyyətçi Araşdırmalar Mərkəzinin sədrlərindən biridir və uzun illər İran İslam Respublikasında Azərbaycanın səfiri olub və millət vəkilimiz olub, parlamentdə təmsil edib Milli Məclisdə və uzun illərdə Azərbaycanda Güney Azərbaycan televiziyası, Günas televiziyasında fikir əmək böyüklərimiz və digər maarifləndirici verilişlərin müəlliflərindən biri olub. Nəsib bəyə mənim çox böyük hörmətim və sayğılarım var. Nəsib bəyin fikirlərinə də sayğılarım var. Və keçən illə müqayisədə bu il Nəsib bəy daha loyal və daha belə deyərdim, biraz sönük bir müzakirənin şahidi oldum. Sönük olmasının bir çox səbəbləri var. Mən hesab edirəm ki, Türkçülük konferansında bizim etnik köklərimiz, xüsusilə bizim eramızdan əvvəl mövcud olmuş Hundu imperiyasının və Göytürk imperiyasının tarixi ilkin əlifbalarımız və xüsusilə mən Göytürk əlifbasının, gördüyünüz bu Göytürk əlifbasıdır. Bu Göytürk əlifbasının və bizim müqəddəs kitabımız Avestanın, yəni Türk dünyasının müqəddəs kitabı Avestanın dərsliklərdə təbliğ olunmasının və burada bu məsələnin, xüsusilə bizim təbiət dinlərimizin, mən deyərdim şamanizm və deməli, göy tanrıçılıq kitablarının dərsliklərdə salınmasını, yəni universitet təhsil sistemində, orta təhsil sistemində Türk tarixinin, hətta bizim bu yaxınlarda Xaçmaz şəhərində belə bir maraqlı bir, xoşa gələn bir hadisə baş verdi. Bilirsiniz ki, Xaçmaz şəhərində Göytürk əlifbasının öyrədilməsi haqqında qərar verildi. Çox təəssüf ki, 5-ci Türkçülük konferansında biz də iştirak etmədik. Çünki burada həm bizim dəyərli Mətbuat Şurasının üzvü, bizim hörmətli jurnalistimiz, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində çalışan İctimai televiziyada və
uzun illər Xəzər televiziyasında, uzun illər Azərbaycan televiziyasında çalışmış və hal-hazırda Press Klub internet saytının, internet televiziyasının baş redaktoru Qulu Məhrəmli iştirak eləmədi. Və bizim hörmətli türkoloqumuz və uzun illər Elm və Təhsil Naziri və parlamentimizin istiqlalçı millət vəkillərindən olan Firidun Cəlilov bu iclasda iştirak eləmədi. Yəni burada mən fərqli bir səviyyədə, fərqli bir əvvəlki türkçülük konferanslarından fərqlənməyən bir mənzərənin və müzakirənin şahidi oldum və sözün düzü burada həm üç rəngli bayrağımızın olmaması, həm Türk Dövlətlər Təşkilatının dövlət bayraqlarının olmaması, həm Turan ideologiyasının təhsilə verdiyi dəyərlər, təhsilə verdiyi üstünlüklərlə bağlı müzakirənin şahidi olmadım. Hətta burada bizim şifahi xalq ədəbiyyatımız, bizim etnik köklərimizi ifadə edən bizim dastanlarımız, bayatılarımız, laylalarımız, bizim atalar sözlərimiz, yanıtmazlarımız, tapmacalarımız, bu bizim etnik fəlsəfəmizin, türk fəlsəfəsinin tərkib hissəsi olması və xüsusilə bizim tanrıçılıq inancının, tanrıçılıq dinindən yaranmış soy ağacı və boy və ata anlayışının, Oğuz türk boylarının, 24 Oğuz boylarından törəmiş, bilirsiniz ki, hətta biz səhifəmizdə bu barədə mütəmadi olaraq paylaşırıq və burada deməli Göyxan, Ayxan və Yıldızxan deyilən türk boyları var. Məsələn, Bayat, Kayı, Karaevli, Axevli, Yazır, Digər, Dodurqa, Yaparlı, Afşar, Qızıq, Begilli və Qarkın boyları var. Bunlar hər biri türk dövlətlərini qurub və türk törəsini formalaşdırıb ayrı-ayrı coğrafiyalarda. Üç oxlar dediyimiz, qıpçaqlar dediyimiz, qıpçaq türkləri, xüsusilə bugün Qazaxıstan, Qırğızistan, Özbəkistan, Türkmənistan, Başqırdistan, Tataristan, Krım tatarları, Qaşqaylar, Uyğur türkləri və s. olan türklərə aid olan Bayandurlu, Peçeneklər, Çavuldurlar, Çepnilər, Salurlar, Eymürlər, Alauyunlar, Üregirlər, Iğdırlar, Bürgüzlər, Yivallar və Kınık boyları və bunlar da türk dövlətlərinin, türk tarixində əvəzsiz rol oynayıblar və burada Gökxan, Dağxan və Dənizxan türk belə deyək, qanadını təmsil edirlər. Əslində, bugün Türkistan Cumhuriyyəti dediyimiz, Azərbaycan Xalq Cumhuriyyəti dediyimiz, Türkiyə Cumhuriyyəti dediyimiz dövlətlər məhz fransız fəlsəfəsinə söykənən Montesquieu'nun və təbii ki, Russonun nəzəriyyəsinə söykənərək bir cumhuriyyət qurublar. Və bu cumhuriyyət 91-ci ildə xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqazda Azərbaycan Respublikası quruldu və bunun bir konseptual müzakirəsi və bu ölkələrin qarşılıqlı bir inteqrasiyası, qarşılıqlı təhsil sahəsindəki inteqrasiyası, xüsusilə Azərbaycan Türkiyə Universitetinin yaradılması, Manas Universitetinin yaradılması, bu tipli konseptual məsələlər, konseptual uğurlar, bu məsələlər bu müzakirədə öz əksini tapmadı. Və o cümlədən mənim şəxsən uzun illər 1997-ci ilə qədər, 79-dan 97-ci ilə qədər fəaliyyət göstərmiş Asif Ata Ocağında öyrəndiyim və təcrübə qazandığım və bunu tətbiq etdiyim, hətta bizim bugün təşkilatımızın bir çox üzvlərinə, bir çox əməkdaşlarımıza və bizim təşkilatımızda bir çox polis əməkdaşları, silahlı qüvvələrin əməkdaşları, xüsusi xidmət orqanları əməkdaşları, Türk dünyasında, Türk dövlətlərində gizli fəaliyyət göstərirlər və məqsəd olaraq bu ölkələrdə kəşfiyyat və cəsusluq fəaliyyəti göstərmək və xüsusilə öz ölkələrinə, Türk dövlətlərinə, Türk xalqlarına kəşfiyyat məlumatlarını ötürməkdir və bu ölkələrin maraqlarına xidmət etmək planı üzərində fəaliyyət göstərir. Türkçülük konferansında konseptual qoyulan məsələlər, hədəflər çərçivəsində, hədəflərə çatdığımız
xüsusilə Azərbaycan Respublikasının 44 günlük qazanılan hərbi qələbə və 1 günlük antiterror əməliyyatına qazanılan hərbi qələbələr nəticəsində Füzuli şəhərində Özbək xalqının yaratmış olduğu deyək ki, Uluqbəy məktəbinin yaradılması təşəbbüsü də məncə Türk dövlətlərinin Türkçülük konferansının əsas prioritet məsələsi olmalıydı. O cümlədən Qarabağ Universitetində və Yunus Əmrə İnstitutunda bilirsiniz ki, böyük mənada türk dilinin tədris olunması, türk dilindən bağlı imtahanların keçirilməsi. Şəxsən mən Ada Universitetində Ada Çölçü klubunun üzvü kimi məhz bu Göytürk əlifbasının tədrisi ilə bağlı və xüsusi kursun tələbəsi kimi məzun olmuşam. Baxmayaraq ki, mən Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu kimi bu imkanlardan istifadə eləmişəm. Və bugünkü keçirilən, daha doğrusu 26 dekabrda keçirilən Türkçülük konferansında iştirak etməməyimizin də səbəblərindən biri bu idi ki, ümumiyyətlə ənənəvi insanların və yeni gənc nəslin nümayəndələrinin çox azlıqda, çox az bir qisminin bu təşəbbüslərin göstərilməsinə imkan yaradılmaması və ənənəvi Sovet Komünist Partiyasının sisteminin şinelindən çıxan insanların Türkçülük konferansında moderatorluq etməsi, əlbəttə ki, mən bunu məqsədə uyğun hesab etmədim və düşünürəm ki, bizim də əslində təcrübəli insanlardan yararlanmaq imkanlarımız da keçən il zaten mümkün oldu və biz də ən azından təşəbbüslərimizi, təkliflərimizi bildirdik. Millətləşmə gərəyi mövzusunda keçirilən konferansda biz sözümüzü dedik. Həmin dövrdə biz Atabəy Türk Ocağının Azərbaycan Atabəyliyində təmsil edirdik. Amma bugün isə müstəqil şəkildə Milli Fədali Hərəkatında yenə də öz fəaliyyətimizi, öz rolumuzu davam edirik və bir mənalı şəkildə hətta mən bu konferansda Azad Qaradəlinin də iclasda iştirak etməməyini də çox təəssüfləndiyim və təəssüflənməli olduğum məsələlər var. Hətta bizim parlamentimizdə Türk Dövlətlər Təşkilatının şurasında təmsil edən Ramil Həsənlinin və o cümlədən bizim Şimali Kipr Türk Cumhuriyyətinin Azərbaycan Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyevin bu iclasda iştirak etməməsini, onun çox sayda elmi məqalələrin olmasına rəğmən bu konferansda iştirak etməməsi, uzun illər Nuru Paşa və Ənvər Paşa haqqında çoxsaylı məqalələrin müəllifi bizim hörmətli keçmiş millət vəkilimiz və keçmiş Yazıçılar Birliyinin üzvü təbii ki, bizim hər birimizin tanıdığı dramaturq və onun hətta bir videosu yayınlanmışdı. Həmin keçmiş millət vəkilinin də həmin iclasda iştirak etməməsi, o cümlədən bizim tarixçimiz, tədqiqatçımız, Türkiyədə təhsil almış Dilqəm Əhmədin həmin iclasda iştirak etməməsi, bundan əlavə mən hətta deyərdim ki, Füzat qəzetinin fəallarından biri, baş redaktorlarından birinin bu iclasda iştirak etməməsi, Çapar dərgisinin, xüsusilə kollektivinin bu iclasda iştirak etməməsi, Hədəf liseyinin və yeni liseylərin, xüsusilə türk dilli liseylərin, xüsusilə Atatürk liseyinin təmsilçilərinin bu iclasda iştirak etməməsi, əlbəttə ki, təhsil sahəsində edilən faydalı və aktuallıq saxlanılan Rus məktəblərinin və Avropa təhsil məktəblərinin fərqlərini bilə burada müzakirə edilmədi. Və mən hətta deyərdim ki, British School'lar, məsələn, fransız liseylər var. Onların da Rus məktəblərindən fərqləndirən özəllikləri nədən ibarət olması ilə bağlı konkret şəkildə bir yerə varamadıq. Yəni, bir ortaq məxrəcə gələ bilmədilər. Amma biz 6-cı Türkçülük konferansında yəqin ki, mövzunun mahiyyətinə və mövzunun belə deyək də kontekstinə uyğun olaraq biz də planlaşdırırıq ki, iştirak edək. Əlbəttə ki, biz
üç rəngli bayrağımızın və Türk dövlətlərinin bayraqlarının olmasını istəyirdik. Amma həmin iclasda, həmin konfransda bu bayraqların olmamasının həmin konfransın nə qədər qeyri-ciddiliyini bir daha göstərdi. Mən şəxsən bunu bu cür qiymətləndirirəm. Hətta bunu əvvəlcədən bir çox sosial şəbəkələrdə, hətta bizim hesablarımız, Facebook hesablarımız bağlanmasına rəğmən, hətta bizə bu barədə bir paylaşım da görmədik. Hətta mən yalnız Nəsiblinin təşkilatçısının paylaşımında rast gəldim. Amma şəxsən Odər Qutluərdən və yaxud da digər təşkilatçılardan, məsələn, deyək ki, Xəzər Universitetinin rektoru, hörmətli Hamlet İsaxanlı bu paylaşımlarda görmədim. Hamlet İsaxanlının fikirlərində mən xoşuma gələn və təqdir etdiyim, Nəsib bəy qədər təqdir etdiyim fikirlər oldu. Əlbəttə ki, Ədalət Tahirzadə də çox maraqlı bir tənqidi fikirlər səsləndirdi. Mənim ən çox rəğbət bəslədiyim təbii ki, bizim ideyamızda yaxın olan bizim hörmətli Bütöv Azərbaycan Ocaqlarının rəhbərlərindən biri olan Faiq Ələkbərlinin, tarix elmlər doktoru Faiq Ələkbərlinin fikirləri məni çox cəlb elədi və bizim üç rəngli bayrağımızda Azərbaycançılıq məfkurəsinin, Azərbaycançılıq ideologiyasının türkçülükdən ayrılmadığını xüsusi qeyd eləməsi, həm Məhəmməd Əmin Rəsulzadənin, həm Əbülfəz Elçi bəyin ideoloji baxışlarını bir təşkilata çevirməsi, yəni bizim də Milli Fəda Hərəkatı olaraq ən çox iştirak elədiyimiz və fikirlərimizi sərbəst ifadə elədiyimiz Bütöv Azərbaycan Ocaqlarının bir təmsilçisi kimi onun fikirləri məni şəxsən çox xoşuma və rəğbət qazandırdı. Əlbəttə ki, Nəsib bəyin də dəyərli fikirləri mənim şəxsən xoşuma gəldi. Xüsusilə Əhməd Oğlunun əsərləri haqqında bizim təşkilatımızın fikir babası, qurucusu Əhməd Öndəri Əhməd Oğlunun nəzəri baxışlarını bu iclasda səsləndirməsi məni şəxsən çox sevindirdi. Amma burada təbii ki, Mustafa Kemal Atatürkün təhsilə baxışları müzakirə oluna bilərdi. Məhəmməd Əmin Rəsulzadənin təhsilə baxışı müzakirə edilə bilərdi. Mustafa Çökədayın qurduğu dövlətdə təhsil sistemi necə olub, Orta Asiya təhsil sistemi necə formalaşıb və bugünkü Orta Asiya təhsil sistemində hansı üstünlükləri var. Xüsusilə Orta Asiya ölkələrində Orxan Yenisey dərsliklərinin, hətta mən Qırğızstanın bir Bişkek Universitetinin onlayn şəkildə Orta Asiya tarixi haqqında mənim xoşuma gələn, xüsusilə Göytürklər haqqında, Hunlar haqqında, Qaraxanilər haqqında, Babürlər haqqında, Monqol imperiyası haqqında və o cümlədən Qızıl Orda imperiyası haqqında çox maraqlı bir tarixi ekskursiyanın şahidi oldum və mən həmin konferansda iştirak etmə imkanı, xoşbəxtliyi mənə nəsib oldu. Doğrudan da mən hətta Əli Şamil bəyin fikirlərində çox ağırlı və həssas məsələləri toxunması, Yasəmən xanımın da bəzi məsələlərdə barışmaz mövqedən yanaşması, xüsusilə mən Əli Şamil bəydə daha çox mədrəsəçiliyə meyllənmə və bu mədrəsəçilik sisteminin, təhsil sisteminin bizə ümumiyyətlə yad olduğunun, çar təhsil sisteminin də bizə yad olunması ilə bağlı ortaq bir mövqeyinin Nəsib bəyin timsalında və şəxsiyyətində bunu ifadə etməsi şəxsən məni çox qürurlandırdı və fərəhləndirdi. Və ümumiyyətlə hər bir tədbir iştirakçılarının, tədbiri təşkil edən insanların hər birinə mən sayğılarımı və hörmətlərimi buradan bildirirəm. Onlara təşəkkür edirəm. Böyük bir əziyyət çəkiblər, böyük bir zəhmət çəkiblər. Və ümumi şəkildə mən də bu barədə öz mövqeyimi də bildirirəm və çox yüksək qiymətləndirirəm. Bu təşəbbüsü göstərən, bu təşəbbüsü alqışlayıram. Bu təşəbbüs davamlı olsun. Amma təbii ki, bu tədbirin də əlavə rənglər qatmasını da arzulayıram. Mən şəxsən burada müəyyən qeydlərimi elədim bu konferansla bağlı. Məsələn, burada İsrail filosofu Yuval Noah Harari'nin haqqında onun söylədiyi fikirlərə də bir şərh verdim. Mən o şəhri sizə insanların diqqətinə çatdırım. Burada nə qeyd eləmişik? Yuval Noah qeyd edir ki,
bəşəriyyət tarixi, insanlıq tarixi tanrıların yaradılışı ilə başlayıb. Əslində bu fikir ondan ibarətdir ki, Yahudi xalqının sevdiyi və rəğbət bəslədiyi bir filosofun öz tarixinə, xüsusilə İbrani tarixinə, belə deyək də, konkret Adəm əleyhissalamdan ta İsa əleyhissalama qədər, yəni xüsusilə Zabur, İncil və Tövrat kitablarının, Tövrat və İncil kitablarının Yahudilərin müqəddəs kitab olaraq dünyaya yayılması, xüsusilə 127 min peyğəmbərin hər birinin Yahudi kökənli olması, Yahudilərin nə qədər tanrıçılığa və daha doğrusu Tanrıya bir yaradılış kimi göndərdiyi peyğəmbərlər vasitəsilə nə qədər krallıq qurduqlarını və dövlətçiliyə sahib olduqlarını görürük. Xüsusilə İsrail dövlətinin kəşfiyyat orqanı Mossadın dünyada demokratiyanın və insan haqlarının təmin olunması istiqamətində aparılan xüsusi antiterror əməliyyatları Türk dünyasının bugünkü birləşməsinə, birliyinə çox böyük körpü yaradacağını düşünürəm. Hətta mən deyərdim ki, bugün yaxın şərqdə yaşayan Türk xalqlarının hər birinin bugün İsrailin həyata keçirdiyi əməliyyatın vaxtilə Xəzər türklərinin, Xəzər xaqanlığının maraqlarının, Xəzər xaqanlığının missiyasının yerinə yetirilməli olduğunu, yerinə yetirilən bir missiya olduğunu düşünürəm. Hətta deyərdim ki, bugün dünyanın böyük transmilli şirkətlərdən maliyyələşən Türk dövlətlərinin, xüsusilə Azərbaycan, Türkiyə Cumhuriyyəti başda olmaqla Orta Asiya ölkələrinin hər birinin bugün Avropa İttifaqı ilə, xüsusilə Soros fondu ilə və yaxud da Rockefeller fondu ilə müəyyən neft müqavilələrin, xüsusilə Cənub qaz dəhlizinin çəkilişi, TANAP layihəsində, TAP layihəsində, Bakı-Tiflis-Ceyhan kəmərində, Bakı-Tiflis qaz kəmərlərində, Bakı-Tiflis-Ərzurum kəmərləri hesabına bu ölkələrin Böyük İpək yolu layihəsini gerçəkləşdirərək böyük bir mənada Uyğurların və Qaşqayların və yaxud da deyək ki, Altay dağlarında yaşayan Türk xalqlarını bir araya gətirən bir proje, bir layihə olduğunu hesab etmək olar. Bu baxımdan mən Hararinin fikrini belə əlavə olaraq sizə təkrar oxumaq istəyirəm. Bir status olaraq Tanrıya sitayiş üzərində səmavi dinlər yaratdılar. Söhbət təbii ki, peyğəmbərlərdən gedir. Tanrılar üzərində dünya görüşü formalaşdırmaq idi. Hərari fikrincə, modern materialist mədəniyyət modern təhsil sisteminin insanın çöküşünə aparır. Elm sürətlə inkişaf edir, lakin elmlə əxlaq arasında çox ciddi şəkildə tarazlıq pozulur. Elm yüksəlir, insan əxlaqı çökür. Bu fikirlər İsrailin filosofu Yuval Noah Harariyə məxsusdur. Bu fikri səsləndirən hörmətli Milli Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Yasəmən xanımın Qaraqoyunlu'nun həmin konferansda iştirakı zamanı, çıxışı zamanı səsləndirdi. Bir stat olaraq, nümunə olaraq səsləndirdi. Bizim isə təşkilat olaraq bu məsələyə də konseptual fərqimiz var və biz hesab edirik ki, tamamilə bu fikir idealizm prinsiplərinə ziddir. Çünki dünyanın ən demokratik ölkəsi olan Amerika Birləşmiş Ştatları dünyada avtoritarizmə qarşı mübarizə üçün 48 ölkədə 877 ABŞ-a məxsus hərbi bazası, 3900 ABŞ-a məxsus nüvə başlıqları mövcuddur. İsrail filosofu Harari hesab edir ki, tanrıları yaratmaqla, peyğəmbərlər vasitəsilə və tanrıları kəşf etməklə, müqəddəs kitablar vasitəsilə tarix yaratdıq. İndi isə 21-ci əsrin sonlarında Homo sapiens deyilən Homo Deus'a çevirməliyik. Düşünən insanlar tanrılaşmış insana çevirməliyik. Bundan əlavə həmin konferansda Yasəmən xanım digər bir filosofuna nümunə göstərərək, xüsusilə müasir Türk filosofu Teoman Duralının çağdaş küresel mədəniyyət, çağdaş İngilis Yahudi mədəniyyəti, türkçülüyün omurqusuzlaşdırılması əsərlərinin müəllifi olmasını açıqladı və xüsusi qeyd elədi ki, materialist nəzəriyyə maddəci mexaniki mədəniyyət adlandıran Teoman Duralı qərb təhsil sisteminin insanın inkişafının qarşısını aldığını hesab edirdi. Biz hətta Yasəmən xanımın başqa bir filosofa simpatiyasını, xüsusilə Alman filosofu Oswald Spengler'in fikirlərinə stat gətirərək qeyd edirdi ki, Avropada avtomobil istehsalının inkişafı
20-ci əsrdə qərb texnologiyası nəticəsində qərb ölkələri iqtisadi çöküşə uğrayacaq. Əslində 20-ci əsrin əvvəlində və 20-ci əsrin sonlarında 1-ci və 2-ci Dünya müharibəsi başlanan siyasi qütbləşmə nəticəsində monarxiyalar və diktaturaların çöküşü baş verdi və 21-ci əsrin 8-ci ilində qlobal iqtisadi böhran nəticəsində dünyada valyutaların devalvasiyası baş verdi. Xüsusilə Hindistan Federasiyası bugünkü inkişafında Cainizm fəlsəfəsi və Çin Xalq Respublikasının bugünkü inkişafında Daosizm nəzəriyyəsi fəlsəfəsi rol oynadı. Hər iki ölkə türk xalqlarını məhv etmək imkanlarını qazandı. Bunun üçün türklər mütləq şəkildə, yəni biz də bu məsələyə münasibət bildirərək qeyd elədik ki, təbiət dinlərinə türklər qayıtmalıdır. Xüsusilə türklərin qədim mifoloji dünya görüşünün idealizmə çevirən, onların təbii ki, naturalizmə yaxınlaşdıran, idealizmə yaxınlaşdıran atəşpərəstlik, tanrıçılıq və şamanizm fəlsəfəsi dönməlidir. Bilirsiniz ki, atəşpərəstlik dini ümumiyyətlə günəş sisteminin mifoloji baxışlarını formalaşdıran bir dünya görüş sistemidir və şərq fəlsəfəsinin təməlidir və bu gün şərq fəlsəfəsinin Hind fəlsəfəsinə çox böyük təsirləri olub. Tanrıçılıq inancı bilirsiniz ki, panteizm inancıdır. Bu inanc da xüsusilə səmavi dinlərin, İslam dininin, Xristianlığın və Müsəvi dininin yaranmasına təkan verən bir hadisədir və tanrıçılıq inancında heyvana sevginin və xüsusilə bozqurt, at və aslan heyvanlarının bir totemə çevrilməsi əsasında 24 Oğuz boylarının soy ağacının ata və boy düsturuna söykənən Türk törəsinin formalaşmasına, Türk dövlətçiliyinin təməllərini, Türk fəlsəfəsinin yaranmasına təkan verən bir hadisədir. Və tanrıçılıq fəlsəfəsinin həm də onu soyluluq qavrayışının, yəni Türk dünyasında və dünya demokratiyasında ailə dəyərlərinin, ailə institutunun yaranmasına gətirib çıxardı. Bilirsiniz ki, İsveçrədə belə bir ailə institutu da fəaliyyət göstərir. Bundan əlavə onu deyim ki, xüsusilə ailə dəyərləri həm də türklərin söz sənətini, şifahi xalq ədəbiyyatını və folklorunu da yaradan prinsiplər ortaya qoydu. Məsələn, atəşpərəstlik dininin əsasında muğam sənətinin və media mədəniyyətinə söykənən muğam sənətinin yaranmasına, tanrıçılıq inancı üzərində məhz şifahi xalq ədəbiyyatının, xüsusilə Ozan mədəniyyətinin, dastançılığın və bizim qəhrəmanlıq və məhəbbət dastanı üzərində saz sənətinin yaranmasına gətirib çıxardı. Şamanizm isə daha çox bilirsiniz ki, Hun mədəniyyətinin, Hunların və Qıpçaqların daha çox təbliğ etdiyi və yaşatdığı, Qırğızstanda daha çox yaşatdığı böyük peyğəmbərimiz Xızır peyğəmbərin ortaya qoyduğu Xızır Xelles bayramına yaranmasına və ümumiyyətlə tanrıçılıq inancına və atəşpərəstlik inancından fərqləndirən bir tip sənətinin, təbabətin də yaranmasına, yəni xüsusilə şamançılıq əsasında ümumiyyətlə dünyada buddizminin yaranmasına, buddizmin inkişafına və xüsusilə təbabətin və səhiyyə sisteminin dünyada yaranmasına gətirib çıxardı. Xüsusilə şamanizm inancı bugünkü Latin Amerika coğrafiyasında və Şimali Qafqazda və Altay dağlarında ən çox yayğın olan bir inanc sistemi olduğunu düşünürəm. Bunu da məncə çıxış olaraq 5-ci Türkçülük konferansında səsləndirilsəydi daha yaxşı olmuş olardı. Bundan əlavə mən Yasəmən Qaraqoyunlunun fransız filosofu Genonun fikrini şərh vermişəm. Orada qeyd eləmişəm ki, ümumiyyətlə biz Milli Fədai Hərəkatının kollegial qərarı odur ki, Türk dünyasında 3 böyük cumhuriyyətin yaranmasında əsas fəlsəfi təməl məhz etatizm nəzəriyyəsi olub. Etatizm nəzəriyyəsi təbii ki, bilirsiniz ki, Platonun, Sokratın və Aristotelin və Kantın, Hegelin dövlət nəzəriyyələrinin əsasında yaranıb və bilirsiniz ki, fransız filosofu Rousseau etatizm nəzəriyyəsinin təməlini yaratmışdır. Respublikaçılıq nəzəriyyəsi də bilirsiniz ki, Roma hüquq sisteminə söykənərək ata-oğul müqəddəs ruh düsturuna söykənən
protestantlıq və xristianlıq dininin üzərində bir konkret olaraq qanunverici və icra edici məhkəmə hakimiyyəti üzərində müasir bir parlamentarizm ənənəsinin təməlini yaratdı. Və bilirsiniz ki, 1917-ci ildə Türkistan Cumhuriyyəti, 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyəti və 1923-cü ildə Türkiyə Cumhuriyyəti və 1991-ci ildə Mərkəzi Asiya Respublikaları və 1983-cü ildə isə Şimali Kipr Türk Cumhuriyyətinin yaranmasına təkan verdi. Bu baxımdan bu cumhuriyyətlərin hər birinin təməl fəlsəfəsində məhz Montesquieu'nun Respublika nəzəriyyəsi təməl əsas yer tutmuşdur. Bilirsiniz ki, ümumiyyətlə Alman fəlsəfəsi çox təəssüflər olsun ki, bizim Türk dünyasına böyük bir müstəmləkə gətirdi. Yəni bu ölkələrin müstəmləkəyə məruz qalmasına gətirib çıxardı. Xüsusilə mən qeyd edeyim ki, Alman fəlsəfəsinin təməlində xüsusilə materialist nəzəriyyənin yəni belə bir şərh yazmışıq ki, heç birində fransız filosofların rolu olmayıb. Və xüsusilə bizim naturalizm nəzəriyyəsi dediyimiz Darwinizm nəzəriyyəsinin təməlini quran Charles Darwinin və Friedrich Engelsin nəzəriyyəsini söykənərək təkamül nəzəriyyəsi bir utopik nəzəriyyə olaraq dünya elmində, təbiət elmlərində rədd edilən, ümumiyyətlə idealist nəzəriyyəyə zidd olan bir Hegelin dialektik materializm prinsiplərini tamamilə tezis, antitezis və analizə söykənən, yəni müdafiə olunmaq, hücum etmək və birləşdirmək düsturuna söykənən bir nəzəriyyə gətirib çıxardı. Yəni bir qütbləşməyə gətirib çıxardı. Cəmiyyətin qütbləşməsinə gətirib çıxardı. Və burada mən xüsusi qeyd elədim ki, naturalist nəzəriyyəsi əsasında kapitalizm və sosializm nəzəriyyəsinin təməlini yaradan Karl Marx və xüsusilə Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Ermənistan, Rusiya, İran və digər avtoritar və diktaturalı ölkələrdə, diktatura mərhələsinə keçmiş ölkələrdə faşizm nəzəriyyəsi təməl olaraq Friedrich Nietzsche'nin nəzəriyyəsi qalib gəldi. Və Friedrich Nietzsche'nin bilirsiniz ki, hətta Zərdüşt belə deyildi kitabı ilə əslində üstün irq nəzəriyyəsi, Aryançılıq nəzəriyyəsi əsasında 1935-ci ildə türklər öz müstəqilliklərini itirdilər. Hətta Türk dünyası bu nəzəriyyələrlə bilirsiniz ki, 1917-ci ildə Türkistan Cumhuriyyəti işğal olundu. 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti işğal olundu və təbii ki, elə həmin ildə 1921-ci ildə isə təbii ki, digər ölkələr, digər türk xalqları da 1944-cü il Krım tatarları və Aska türkləri, Məsəti türkləri deportasiyalara məruz qaldılar. Hətta Qərbi Azərbaycanlılar 47-53-cü il, 88-ci ildə deportasiyalara məruz qaldılar. Ona görə də mənim zənnimcə bu nəzəriyyələrdən ölkələri xilas eləmək lazımdır. Burada mən xüsusi qeyd elədiyim məsələ Türk fəlsəfəsinin tarixində Əli Beyhüseynzadə, Ziya Gökalp, Zəki Vəli Toğan, Hüseyn Nihat Hacısız, Hüseyn Cavid, Əhməd Ağoğlu, Yusif Akçura, Asif Atanın fikirləri qalib gələrək 20-ci əsrin sonlarında Türk dünyası dövlət müstəqilliyini quraraq Türk Dövlətlər Təşkilatını 1992-ci ilin oktyabrın 30-da təsis etməyə bacardı. Xatırınızdadırsa bu təsis konferansında Azərbaycanın ilk demokratik yolla prezident seçilən və özünə Mustafa Kemal Atatürk'ün əskəri elan edən böyük bir turançılıq ideologiyasını, bütöv Azərbaycan ideologiyasının təməl əsasını qoyan böyük bir öndərimiz, böyük ideologumuz, böyük filosofumuz, Milli Azadlıq Hərəkatının lideri, Xalq Cəbhəsinin sədri Əbfəz Elçi bəyin prezidentlik dövründə bu hadisə yaşanmışdı. Və burada bir əlavə mən Yasəmən Qaraqoyununun həmin elmi konferansda Genonun fikirlərinin səsləndirilməsi ilə bağlı fikirləri mən paylaşmışam. Qeyd edirəm ki, dünyada iki mədəniyyət, metafizik və materialist mədəniyyət mövcud olub. Metafizik mədəniyyət Hindistan, Çin, Ərəb ölkələridir. Materialist mədəniyyət isə 17-ci əsr Avropa modernistlər
Descartes, Bacon'dan başlanan Renesans keçmiş ölkələr aiddir. Materialist prosesdən keçən ölkələrin qloballaşması təbii fəlakət hesab edilir. Materialist mədəniyyətin kökləri pozitivizm, rasionalizm, humanizm, darvinizm, marksizm, sekularizm, ateizm, kapitalizm, sosializm aid edilir. Mən təbii ki, burada Nəsib Nəsiblinin bir fikirlərini də mən bir dəqiqə üzr istəyirəm. Fikirlərinə də mən xüsusilə Əhməd Ağoğlunun Türk Aləmi əsərinin Nəsib Nəsiblinin konferansda bir moderator olaraq, tədbirin təşkilatçısı olaraq səsləndirilməsi də mənim də şəxsən çox məmnun etdi. Hətta bizim mətbuatımızın, Azərbaycan mətbuatının, istiqlal mətbuatımızın və Azərbaycanda istiqlaliyyət uğrunda, demokratiya uğrunda mübarizə aparan bir böyük ideologumuz, böyük mütəfəkkirimiz, böyük ümumi liderimiz və Cumhuriyyətimizin təməl daşı quran böyük təşkilatçı Məhəmməd Əmin Rəsulzadənin fikirlərini də xüsusilə Məhəmməd Əmin Rəsulzadə Nizami əsərinə sitat gətirməsi və Nizami əsərində Səlcuqlu İmperiyasının sarayında fars dilinin təməl olmasını tənqid etməsi əlbəttə ki, Nəsib bəyin nə qədər peşəkar diplomat və peşəkar millət vəkili, peşəkar tarixçi olduğunu bir daha sübut edir. Çünki təcrübə əlbəttə ki, hər şeydən xəbər verir. Mən hesab edirəm ki, bu konferansın da tənqidə layiq və tərifə layiq bir çox nüansları mən izləyicilərlə bölüşdüm və hər bir halda əziyyəti çəkən, əziyyəti göstərən hər birinə təşəkkür edirəm. Doğrudan da mən də təkliflərimi, tövsiyələrimi bildirdim. Biz təşkilat olaraq, Milli Fəala Hərəkatı olaraq hər hansı bir mütərəqqi addımları ölkəmizin gələcəyi üçün, ölkəmizin inkişafı üçün ən aparıcı sahənin təhsil olduğunu düşünürəm. Çünki bizim təşkilatımızın qurucuları olan Əhməd Ağoğlunun, Əlimərdan bəy Topçubaşovun və Pişmanzadənin və Nağı bəy Şeyxsamanlı bizim Cumhuriyyətimizin təməlini, ideoloji təməllərini və hədəflərini, strateji hədəflərini müəyyənləşdiriblər. Bilirsiniz ki, hüquq sahəsində Əlimərdan bəy Topçubaşovun xüsusilə Ümumrusiya Müəssisələr Məclisinə millət vəkili seçilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin parlamentimizin ilk qurucu sədrlərindən biri kimi təmsil eləməsi, bundan əlavə Azərbaycanın ilk müstəqil xüsusi xidmət orqanlarının, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Müdafiə Naziri Səməd Mehmandarovun nəzarəti altında olan Əks-İnqilabla Mübarizə Təşkilatının qurucusu Nağı bəy Şeyxsamanlı və bundan əlavə Çar Rusiyası dövründə Qafqaz Müsəlmanlar İdarəsinin müftisi olmuş Pişmanzadənin əlbəttə ki, dini tolerantlığın və vicdan azadlığının xidmətçisi olduğunu xüsusi qeyd edərdim. Əlbəttə ki, Əhməd Ağoğlunun da fəaliyyəti həm Osmanlı tarixində, həm Türkiyə Cümhuriyyətinin tarixində hüquqşünas olaraq bir mətbuatın təməlini quran Türk dünyasının milli şuurun oyanmasında, milli şuurun inkişafında Müsəlman Xeyriyyə Cəmiyyətinin və Füyuzat qəzetinin onun fəaliyyətində çox böyük rol oynadığını deyə bilərik. Hətta bizim təşkilatımızın 1905-ci ildə qurularkən, Difai təşkilatının qurularkən bizim böyük neft milyonçumuz Hacı Zeynəbdin Tağıyevin və böyük mütəfəkkir Əli bəy Hüseynzadənin də təsiri olub. Əlbəttə ki, biz 1905-ci ildə bizim böyük öndərlərimizin, yəni Əhməd Ağoğlunun, Nağı bəy Şeyxsamanlının, Əlimərdan bəy Topçubaşovun və Pişmanzadənin fəaliyyətini biz yenə də davam etdiririk. Yenə də onun ənənələrini yaşadırıq. Və bizim gördüyümüz işlər də hamısı göz qabağındadır. Biz prezidentimizin hətta müşahidəçisi kimi, hətta 2024-cü il prezident seçkilərində müşahidəçisi kimi iştirak elədik. Yəni bir hüquqi prosesin
nöqsanlarını, negativlərini qarşısını almağa çalışdıq və buna müəyyən qismən də olsa nail olduq. Hətta hüquq-mühafizə orqanları ilə birgə bu xüsusi işlər gördük. Hətta mən deyərdim ki, bizim qurucularımız Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kemal Atatürkün ortaya qoyduğu təməllərə xidmət etdik. Məsələn, Məhəmməd Əmin Rəsulzadə bizə demokratiyanın, pluralizminin nə qədər əhəmiyyətli olduğunu, demokratiyanın və insan azadlığının, söz azadlığının, sərbəst toplaşma azadlığının, ümumiyyətlə ölkədə mətbuat azadlığının nə qədər əhəmiyyətli olması ilə bağlı bir çox bugün təqsirləndirilən şəxslər qismində dünyada beynəlxalq təşkilatların, xüsusilə insan haqları təşkilatlar tərəfindən siyasi məhbus siyasına daxil edilən bizim mətbuat həmkarlarımızın məhkəmə proseslərində iştirak elədik. Baxın, görün, həmin o Türkçülük konferansında iştirak edən bizim dəyərli əqidədaşlarımız və Elçibəy hakimiyyətinin, Elçibəy komandasında təmsil edən insanların heç birinin bu prosesdə həvəs göstərib iştirak eləmədilər. Bu onu göstərir ki, bu iclasın qeyri-rəsmiliyi də, qeyri-rəsmi şəraitdə olması və gənclərimizin bu prosesdə pasiv iştirak eləməsinin də səbəbləri bundadır. Biz hətta bunu səhifəmizdə və paylaşımlarımızda da bunu xüsusi olaraq paylaşdıq. Hətta biz başlıq olaraq bu ili 2025-ci ili, keçən il daha doğrusu 2025-ci ili prezidentimizin müdrik bir qərarı olan Konstitusiya və suverenlik ilində biz məhkəmə hakimiyyətinin bütün proseslərini prezidentimizin məhkəmə islahatlarının bir adekvat cavab vermədiyini qeyd elədik və bunu tənqid də elədik. Çünki burada Konstitusiya Məhkəməsinin birbaşa müdaxilə edilməsini, təqsirləndirilən şəxslərin ölkəmizin gələcəyi üçün, ölkəmizin təhsilinin inkişafı üçün, ölkəmizin mətbuat azadlığının inkişafı üçün, 4-cü hakimiyyətin inkişafı üçün, hətta prezidentimizin 25 aprel 2025-ci il sərəncamı ilə Azərbaycan mətbuatının yaranmasının 150 ili yubileyində təltif olunan insanların bu məsələyə biganə yanaşması, biganə qalmasını da biz ayrıca qınayırıq. Və mən hesab edirəm ki, bu 5-ci Türkçülük konferansında Əhməd bəy Ağoğlu'nun məhz Nəsib bəyin simsalında bunu stat olaraq, nümunə olaraq onun hüquq sistemində, xüsusilə uzun illər Osmanlı imperiyasında və Türkiyə Cumhuriyyətinin hüquq sisteminin yaranmasında, xüsusilə parlamentarizm ənənəsinin Türk dünyasında yaygın hala gəlməsində çox böyük rol oynadığını xüsusi qeyd eləmək istəyirəm. Bizim təşkilatımızın digər bir nailiyyəti ondan ibarətdir ki, biz heç bir siyasi partiyanın, firqələrin daxili işlərinə və yaxud da onlara dəstək vermək məqsədinə çalışmamışıq. Baxmayaraq ki, bugün Azərbaycanın 4 dönəm prezidentləri olan Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevin mənsub olduğu partiyalar, Kommunist Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Yeni Azərbaycan Partiyası olmasına rəğmən biz bu 3 partiyanın, qurucu partiyaların dövlətimizin suverenliyinin, dövlətimizin müstəqilliyinin möhkəmlənməsində misilsiz xidmətlər göstərmiş, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpasında misilsiz xidmətlər göstərmiş 3 böyük partiyanın heç birinə biz dəstək verməmişik. Buna rəğmən 5-ci Türkçülük konferansının dəvətnaməsinin bizim təşkilatımıza dəvət göndərilməməsi ayrıca mən qınayıram, ayrıca bunu bir nöqsan olaraq hesab edirəm. Buna baxmayaraq biz də əlbəttə ki, əvvəlcədən biz bu tədbirin keçiriləcəyini, tədbirin bu mövzuda, bu səpkidə olacağını bilə bilməzdik və yaxud da biz bunu əvvəlcədən məlumatlı deyildik. Çünki bu konferansın keçiriləcəyi anonsu verilsə də, hansı gündə keçiriləcəyini biz əvvəlcədən bilmirdik. Çünki Nəsib bəy baxmayaraq ki, bunu status olaraq paylaşsa da, bizim şəxsən Facebook hesablarımız dəfələrlə bağlanıb, dəfələrlə hesablarımızı bağlamağa cəhd elədikləri üçün biz bu informasiyanı əldə edə bilmədik. Bu ayrıca sosial şəbəkələrdə gətirilən bəzi zərərli bir həmlənin və təxribatın olduğunu düşünürəm. Çünki biz ölkəmizin müstəqilliyini, ölkəmizin milli maraqlarını, ölkəmizin xarici siyasətində prioritet olan Türk dünyasının məsələlərinin həllinə çalışmışıq. Və mən bir sözlə
Bir daha hər birinə təşəkkür edirəm. Mən hesab edirəm ki, bu məsələyə geniş şəkildə aydınlıq gətirdim və ümumi şərhimi sizinlə bölüşdüm. Və bir daha Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Qarşıdan 31 yanvar Azərbaycanın Xalq Cümhuriyyətinin qurucusu, böyük Azərbaycanın istiqlal tarixində, demokratiya tarixində əvəzsiz mətbuat missiyasını yerinə yetirən Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür və Azərbaycanın müstəqillik tarixində, müstəqillik uğrunda mübarizədə çox böyük izlər buraxmış, böyük bir terror hadisəsi kimi qiymətləndirilən 20 yanvar faciəsinin il dönümü yaxınlaşır. Əlbəttə ki, fevral ayının 26-sı Azərbaycanda Xocalı faciəsidir, 31 mart isə Azərbaycanda mart soyqırımlarıdır. Və aprel ayının 28-i isə Azərbaycanın müstəqilliyinin sona çatması və müstəqilliyinin itirilməsi günüdür. 28 may isə Azərbaycanın müstəqillik tarixinin əvəzsiz rol oynayan hadisələrindən biridir. Bundan əlavə 10 may Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin anadan olmasının il dönümüdür və təbii ki, oktyabr ayının 18-i Azərbaycanın dövlət müstəqilliyi günüdür. Noyabr ayının 8-i Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı hərbi qələbə günüdür. Sentyabr ayının 19-u Azərbaycanın antiterror əməliyyatında qazandığı hərbi qələbə günüdür. Dekabrın 7-si isə Azərbaycan parlamentinin yaranması günüdür. Və 26 iyun isə Azərbaycanın silahlı qüvvələrinin yaranması günüdür. İyul ayının 22-si isə Azərbaycan mətbuatının yaranması günüdür. Bu tipli əlamətdar günləri də mən hesab edirəm ki, qeyd eləmək vacibdir. Yeri gəlmişkən 2026-cı il Azərbaycanın müstəmləkəçilik dövründə, müstəqilliyin olmadığı dövrdə keçirilən Türkoloji qurultayın 100 illiyi tamam olur. Əlbəttə ki, bu Türkoloji qurultayda da yəqin ki, planlaşdırırıq, fikirləşirik ki, iştirak edək. Əlbəttə ki, bunun iştirak etməyimiz üçün də əvvəlcədən bu məsələdə qarşı tərəfin bizə təklif və yaxud da bizə dəvət göndərməsi çox vacib görünə bilər. Mən bir daha hər birinizə təşəkkür edirəm. Diqqətlə izlədiyinizə görə mən ümidvaram ki, bizi izləyən, bizi diqqətlə izləyən insanların sayı çoxdur və hesab edirəm ki, biz bunu səhifəmizdə, YouTube kanalımızda da paylaşacaq və insanlar abunə olsunlar, bizim YouTube kanalımıza, Facebook hesabımıza abunə olsunlar və paylaşsınlar. Bir daha hər birinizə təşəkkür edirəm. İzlədiyinizə görə atamız var olsun deyirəm. Tanrı Türkü qorusun, Atatürklər dövlətləşəcək, dövlət Atatürkləşəcək. Və böyük öndərimiz, böyük ideoloqumuz Əhməd Ağoğlunun sözləri ilə bitirmək istəyirəm. Cümhuriyyət nə zor, nə güc tələb edər, Cümhuriyyət fədakarlıq istər. Boş sözlərlə qurulmaz. Bir kələk yüksələn bayraq bir daha enməz. Nə mutlu türküm deyənə, sən bizimsən, durduqca bədəndə can. Yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Orada bir yol var uzaqda, o yol bizim yoldur. Dönməsək də, varmasaq da, o yol bizim yoldur. Müstəqilliyimiz əbədidir, dönməzdir. Mən fəxr edirəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Diqqətinizə görə çox sağ olun. Atamız var olsun.